Mənə bəlkə maraqlıdır, başqası heç kim maraqlı olmaz, amma maraqlı bir tarixdir. Sizə sülh gətirəcəm. Elə zamanı yataq otağını bəyənmirəm ki, hosteldə qalıram özümə. Bugün vurumda ən sevdiyim şeydir bu belə mındar hərəkətlər eləmək. Ancaq süpürgə pulu, pərdə pulu, o pulu, bu pulu, yəni belə şeylər yığmaqla məşğul. Ah, Bakı, ah Bakı, ah Bakı. Salamlar, salamlar, bir daha salamlar. Hardayıq? Təbii ki, harda qalmışıq? Harda olacam? Harda olacam? Vyetnamdayıq, Ho Chi Minh şəhəri. Bu papaq yəni. Papaq. Çox yadırıram bu papağı. Çünki yəni belə çox nəyim kepka taxım, belə bu tərs papaqlı. Ümumiyyətlə yəni papaq taxmağı yəni belə çox sevən birisi deyiləm. Çox yadırıram onun üçün. Nəysə, Ho Chi Minh şəhərindəyik. Bundan əvvəlki videoda Ho Chi Minhə gəldik, biraz Ho Chi Minhi gəzdik, elədik. Belə çox belə yaxşı yerdə qalmışdıq bundan əvvəlki videoda. İndi bu videoda da gedək, biraz ətrafı gəzək, görək nə var, nə yox. Amma günorta saat artıq neçədir? Günorta saat 1-dir. 1-dir, günorta saat 1-dir. Və özümə söz vermişdim ki, bugün saat tezdən saat 8-dən duracam, amma təbii ki, belə bir şey eləmədim. Təbii ki, eləmədim. Günorta saat 1-də durdum. Gedək bugün Ho Chi Minh şəhərini gəzək, çünki Ho Chi Minh şəhərində çox qalmaq istəmirəm. Hello. Ho Chi Minh şəhərində çünki çox qalmaq istəmirəm. Onsuz da Kambodjada kifayət qədər çox vaxt itirmişəm. Ho Chi Minh şəhərini tez bazar gəzib artıq növbəti yerlərə keçmək istəyirəm. Haydi. Ay, bax, mənə belə yerlər göstərir. Mənə belə yerlər göstərir. Mənə aparıb nə salmısan? Ay, şəhərin içinə, şəhərin canına nə salmısan? Mən belə ağaçlıq olsun, meşəlik olsun, falan olsun, beşmükən olsun. Buranın Ho Chi Minhin buna əvvəlki video demişdim, amma bir balaca daha məlumat verim bu barədə. Çünki sual qalmasında ola bilər ki, elə insanlar var ki, ilk dəfə də o video qabağına çıxır. Ho Chi Minhin əvvəlki adı Saigondur. Amma Vyetnam müharibəsi zamanı buralar, Vyetnam müharibəsi birisi Şimali Vyetnamda Cənubi Vyetnam müharibə eləyir. Şimalın paytaxtı Hanoydur. O heç Cənubi Vyetnamın da paytaxtı Saigondur. Yəni hal-hazırda olduğumuz bu şəhər. Və Cənubi Vyetnamı kim dəstəkləyir? Təbii ki, Amerika Birləşmiş Ştatları dəstəkləyir. Şimalı da Çin dəstəkləyir. Çin SSR bunlar dəstəkləyir. Və Şimali Vyetnam qalib gəlir və Şimali Vyetnamın o vaxtki liderinin adı Ho Chi Minh idi. Və onun üçün də Şimali Vyetnam qalib gəlib. Bütün Vyetnamı birləşdirəndə, vahid Vyetnam eləyəndə elə Saigonun da adını məhz o Ho Chi Minhin xatirəsinə eləyirlər Ho Chi Minh şəhəri, Ho Chi Minh City. Hələ üst-üstə düşdü, belə göstərim kəşdirin. Bax, Ho Chi Minh bu kişidir. Görsünüz bu kişini. Bu kişinin adı Ho Chi Minh'dir. Ho Chi Minh. Belə. Papağa get-gedə öyrəşirəm ha. Papağa get-gedə öyrəşirəm və çox mənə sevimli gəlməyə başlayır. Burada girişi. Hə, bu deyən burada. Hə, buradan da qaytarındalar. Hə, muave etdik ki. Onların çox polis görüntüsü yoxdur. Çox polis oxşuyurlar. Neçədir? Neçədir? Singles. 160. Okay, thank you. That's right on the inside. Okay, thank you. Sen de yoxla bunu. Sen de yoxla. Aha. Thank you. This way goes inside. Thank you. Hə, buranın bir muzey hissəsi var, bir də müstəqillik sarayı hissəsi var. Mən bu muzey hissəsinə, bu balaca hissəyə yox, birbaşa bu saraya gedəcəm. Nəyə görə saraya gedəcəm? Çünki özümdə saray uşağıyam. Bəli, saray. Hə, girək içərisinə, içərisinə biraz tanış olaq. Hər şeyi o dövrdə kimi saxlayıblar, yəni sonuncu gün necə olubsa həmin vəziyyətdə də saxlayıblar. 1975-ci ildə Şimali Vyetnam bura gəlir, buranı tutur, tankları bunun qarşısında plan beşmə və həmin dövrdür. Ya bu 1900, həmin dövrdür.
Bax həmin dövrdə bax konfrans otağı. Konfrans otağı var həmin dövrdə. Hər şey olduğu kimi saxlayıblar. Maraqlı, doğrudan maraqlı da. Hər şeyin olduğu kimi saxlayıblar, şey eləməyiblər. Burada çox vacib otaqlardan birisidir. Bax görürsüz. Bu otaqda 21 aprel 1975-də Cənubi Vyetnamın prezidenti bu otaqda 2 saata yaxın çıxış edir və istefasını verir və ondan sonra ölkədən qaçıb çıxıb gedir. 9 gündən sonra da onsuz da Şimali Vyetnam gəlib buranı tutur və 21 burada da görürsüz, həmin şəkil var. Şimali Vyetnam və Cənubi Vyetnamın nümayəndələri 21 noyabrda bu otaqda görüşürlər. Bir imzalama mərasimi olur filan beşməkan. Beləliklə Şimal və Cənub birləşir. Yəni tarix üçün, Vyetnam tarixi üçün çox amma çox önəmli bir otaqdır. Dəhşət önəmli bir otaqdır. Belə. Cənubi Vyetnamın nümayəndələri ilə Amerika Birləşmiş Ştatlarının nümayəndələri oturub söhbət eləyirlərmiş. Biz orada xəritələr filan beşməkan var. Hücumu hardan keçəcəklər, neyin edəcəklər, telefonlarına zadlarına bağlı otuların. Bu da o vaxtki dünyanın xəritəsi. O vaxtlar dünyanın bu formada olduğunu. Yəni çox da bir şey dəyişməyibdi o vaxtdan bu yana. Sadəcə olaraq Vyetnamı belə ortada veribdilər də. Belə. Bura nə otağıdır? Burada prezident ofisi. Burada prezident ofisi. Mənə bəlkə maraqlıdır, başqası heç kim maraqlı olmaz, amma maraqlı bir tarixdir. Yeva olduğu kimi yəni qoruyublar da, yəni dağıtmayıblar heç nəyi. Burada da belə bir bunlar prezident, artıq bura prezident otaqlardır. Bu prezidentin görüş otağıdır bura. Prezident burada qəbul edilmiş qonaqlar üçün. Yəni belə. Çıxış zad olanda bu balkondan belə ey Vyetnamlılar belə deyib deyirlərmiş. Sizə sülh gətirəcəm. Yəni belə. Səfirləri qəbul elədiyi otaqdır. Prezident səfirləri burada qəbul edirmiş. O vaxt Şimali Vyetnamı daha az ölkə dəstəkləyirmişlər. Daha çox ölkələr Cənubi Vyetnamı dəstəkləyirmiş. Nümayəndəliklərin, səfirliklərin falan beşmişən də Cənubi Vyetnama daha çox göndərilirlərmiş ki, gedin orada Amerikanı dəstəkləyən çox olduğu üçün təbii olaraq Cənubi Vyetnamı da dəstəkləyən çox olurdu. Onun üçün nümayəndələrin falan bura göndərilirlərmiş. Həmin otaqda qəbul edilmiş nümayəndələri. Nümayəndə səfirlərdir prezident. Səfirin qaldığı otaq. Bu burada qalır əsəb, o boyda səfir burada qalır. Zəif, zəif. Daha yeyişmək yerləridir bunların. Belə, bu formada bir yer. Burada daha bir yataq otağı bu. Elə deyirəm ki, elə zamanı yataq otağını bəyənmirəm ki, hosteldə qalıram özümə. Bonus olaraq onu da göstərim, həmin dövrə aid bir helikopter. Buranın damında helikopter. Prezident də qaçanda elə bax bu helikopterlə aradan çıxırmış. Düz damında. İndi də bax bu gördüyünüz yer var. Bax bu gördüyünüz yer o eyni. O bura budur. Görürsüz? Həmin yerdir. O bura baxın, görürsüz buranı. Buranı görürsünüz, bura var abi, bu hissə. Tanklar olan falan beşmişkən. Bura 1975-ci ilin 30 apreldir bu. Artıq Şimali Vyetnam ilk gəldiyi gündür bura. Görürsünüz? Həmin nöqtədir bura. Bura mətbəxsidir. Həmin Müstəqillik Sarayının mətbəx hissəsidir. Yəni, yeməyi bu şəraitlərdə pişirilirmiş. Burada artıq təhlükə anlarında qaçdıqları yeraltı tunellər. Görürsünüz? Burada nə var? Güvənlik.
Hə, güvənlik də burada oturmuş. Hə, silah nədir onun adı? Şkafları falan beşmişən dəqiq. Vyetnamlı qızlar nə qədərdirlər burada? Bunlar hamısı belə Vyetnamlı qızlar bu formada dayanırlar, hamısı şəkil çəkdirirlər. Bir sürü, bir ton. Dediyim kimi, müharibənin bitdiyi yerdir bura. Vyetnam müharibəsi məhz Şimali Vyetnamın bura gəlməklə birlikdə başa çatıb. Mən maraqlı olmadı, amma danışdım da. Bu da həmin tanklar. Məhz bu tanklar gəlir və bu sarayı ələ keçirir, müharibə də bitir. Həmişə özümə söz verirəm ki, belə çox tarixlə falan insanlara çox yüklənməyəcəm, amma neyniyim, mənim də həvəsim budur. Mən maraqlı olmadı, amma danışdım da. Burada Ho Chi Minhin daha bir maraqlı yeri olan War Remnant Muzeyi, yəni müharibə qalıntıları muzeyidir. Vyetnam müharibəsindən geriyə qalanlar. Vyetnam müharibəsindən qalmış şeylər, yəni Amerikanın burada qoyub getdiyi şeylərdən bəhs edən bir muzeydir. 40 minlik girişi, 40 mindən qədər eləyib 2 manat falan. Okay. Biletimizi aldıq. Bugün 1704 nəfər girib, 1705-ci adam mən oldum. 1705-ci adam aldım. Bugün yox, bugün olmaz. Vay olar, aylıq məncə. Bu nədir? Bunca vurum da ən sevdiyim şeydir, belə mındar hərəkətlər eləmək. Nəsə orada bir şey varsa onu vurmalıyam mütləq. Güllər, gül şey deyil bu. Nədir onun adı? O şeyin başlığı, ucuz səs. Bu da Amerika Birləşmiş Ştatlarla qırıcıları, jet qırıcıları. Bu cür ölkələrdə bunu çox sevirəm. Uşaqları daimi olaraq gətirirlər, bilirsiniz. Uşaqlara daimi olaraq belə yerlərdə məlumat verirlər. Bu cür muzeyləri uşaqlara çox təqdim edirlər. Yəni, bir şey deyim, yəni öz dövrümdən deyim, yəni öz oxuduğum dövrdən deyirəm. Mənim yadıma gəlmir ki, bizim müəllimlərimiz nə vaxtsa bizi belə deyim, muzeyə falan aparardı. Yəni, mənim heç yadıma gəlmir də, yəni belə ancaq süpürgə pulu, pərdə pulu, o pulu, bu pulu, yəni belə şeylər yığmaqla məşğul. Mənim həqiqətən yadıma gəlmir ki, yəni ibtidai sinif, əsasən bu ibtidai sinifdə formalaşır da bu. İbtidai sinifdə mənim yadıma gəlmir ki, müəllim bizi hansısa muzeyə falan aparsın, desin ki, bu var, falan beşmişkan, uşaqlar, bu Azərbaycanın tarixidir, bu belədir. Yəni, işğal illərini əzbərlətməklə tarix öyrədilmir. Bilməm, yəni, mən elə düşünürəm. Bizi işğal illəri, məsəl üçün, filan neçənci ildə işğal olunubdur, filan, de görüm Qubadlı nə vaxt işğal olunubdur, vay o gündən bir günü səhv bilərdim də. Ümumi danışdan belə və kadrlarda üstünə verəcəm ki, belə çox vaxtımız getməsin burada. Gördüyünüz bu yerlər Vyetnam müharibəsi zamanı olmuş şeyləri burada canlandırıbdılar. Vyetnam müharibəsi zamanı baş verənləri və ətrafda gördüyünüz bu şeylər də Vyetnam müharibəsindən qalanlarda, hətta muzeyin adı da elə bu formada gedir. Müharibə qalıntıları muzeyi və bu muzeydə siz Cənubi Vyetnam qüvvələrinin istifadə etdiyi silahlardan, sursatlardan, ümumiyyətlə həmin dövrün vəziyyətindən, həmin dövrdə nələr olub, real foto şəkillərlə falan beşmişkan, həmçinin silah sursatlarla tanış ola bilərsiniz. Ho Chi Minh bu kişidir. Ho Chi Minh bu kişidir, bu da Mao Zedongdur. Çinin elə bil ki, həmin dövrdəki liderdir, bu da Ho Chi Minhdir. Amma Ho Chi Minh heç görə bilmədi. Bu Vyetnamın, Şimali Vyetnamın qələbəsini heç görə bilmədi. Öldü. Və normalda yəni Stalinlə və yaxud da Mao Zedongdan belə deyim, təsirlənərək kommunist olanlar çox belə mındar şeylərə eyiblər. Amma Ho Chi Minh elə birisi deyil. Ho Chi Minh həqiqətən də yəni yaxşı olunmuş. Baba, atasına bax. Uşaqları gətiribdi. Bir uşaqlar nə sual verir, hamısına bir-bir cavab verir. Hamısına bir-bir cavab verir.
Sonra deyir ki, başqa sualınız var, başqa sualınız var, başqa nə sualınız var, başqa nə maraqlanırsınız. Hamısına bir cavab verir. İstəyir uşaqlar öyrənsin. Bu da həmin dövrdə Amerikalıların istifadə etdiyi texnikalar. Okey. Bu sən nədir? Bu qoşunun qabağında gedir bu. Bütün hər şeyi çürüyüb aparır, dümdüz eləyir hər şeyi ki, arxadan gələn rahat geçsin. Həm düyü tarlaları, meşələr, qəbristanlıq falan bilməcə. Yəni ağına bozuna baxmır, hər şeyi dümdüz eləyir. Aya burada nə qədər göcərsin bu. Bunlar hamısı vəhşi göyərsin öyle bunlar. Bəzi də vəhşidir. Yox. Buzda bunu qardaş Bakıda bizdə bunu Bakıda şey saxlayırlar, ev göyərsin olaraq saxlayırlar bunlar. Yox, vəhşiləri var içində amma Bakı. Bakı. Göyərçinin bizdə xəstələri var, konkret xəstələri var göyərçinin. Yəni həqiqətən. Çox qəşəng bir əslində yəni çox bir maraqlı, yəni bizə məxsus adətlərdən birisidir o. Yəni o göyərçin yəni Bakı kəndlərində elə yerlər var ki, o göyərçini öz övladlarından çox istəyirlər. Yəni o qədər bağlıdırlar o quşlara. Bura baxın görürsüz buranı. Bura Paris. Fransanı xatırladır. Paris Notre Dame kilsəsi. Yəqin ki haqqında eşitmişsiniz amma bura Paris Notre Dame kilsəsi deyil. Saigon Notre Dame kilsəsidir. Deyərsiniz ki, bəs bu kilsənin burada nə işi var? Vietnam xristiandır. Nə edirlər bu kilsəni? Yox. Vietnam var danışmışdıq. Vietnam Fransa müstəmləkəsi olubdu. Və Fransa müstəmləkəsi olduğu üçün də fransızların o məşhur Notre Dame kilsəsi burada da var. Parisdə bu Notre Dame kilsəsini görmüşdüm. Amma yəni yanmazdan əvvəl görməmişdim. Yanandan sonra gördüm mən onu. Daha doğrusu təmir gedirdi. Yəni mən sonuncu səfər Parisə gedəndə o təmir qurtarmışdı. Uzun müddətdə mən Parisə nə vaxt getmişəm? Baxın, 2 il yarımda doğru. Bu da burada da təmir gedir. O yanmışdı, başa düşdük. Buna nə olmuşdu? Burada niyə təmir gedir? Bu da bunların Notre Dame kilsəsi. Notre Dame, Saigon. Buranın deyəsən girişi buradandır, amma bağlıdır yoxsa? Bu kilsədir. Amma təmirdədir. Ən şey olduğum, ən belə sevmədiyim şeylərdəndir. Deyirsən, hansısa tarixi bir yerə təmirdə olur bu. Bağlıdır. Yəni Notre Dame kilsəsinin üzbə-üzdə buranın Saigonun, Ho Chi Minh'in artıq keçmiş o anda Ho Chi Minh olmur da Saigon'u keçmiş post ofisi. Amma indi konkret turistik bir yer. Buranın keçmiş post ofisi Fransızların dövründə. Yəni konkret onsuz da Fransız memarlığıdır. Vietnam Post. Cəmaət məktubu yazır, bura tuluyur, bura çatdırılır. Götürüb gedirsən də kiminsə məktubudur ha. Bu kiminsə məktubudur. Burada nə ümidlər plan beşməkən. Yox, bir şeydir hə. Məktub deyil bu. Bu şeydir, turistik bir şeydir. Onu kimsə yazıb bura qoyub. Mən də belə şey oldum ki, kimsə kiməsə məktubsa göndəribdir. Amma işləyir də burada, işləyir. İşləyir. Burada şeylər zadlar var. Poçtlar zadlar var. Belə. Hamı harasına nəsə yazır, göndərir falan beşməkən. Bu. Burada Saigon'un opera binası. Adı Saigon opera binası gedir. Ho Chi Minh opera binası geçsəydi, deyəlim Ho Chi Minh opera binası deyil o. Saigon opera binası gedir və Saigon'un Ho Chi Minh'in öyle diyeyim məşhur yerlərindən birisidir bu bina. Konkret üstündən fransızlıq yağır binanın. Çox fransız bir bina deyil. Çox.
Aa, bu ne var burada? Yevşmek var burada. Ne var da? Ne konsertidir? Valla has. Ha, bu idare edir bunlara. Bu arada arkadaki binaya bir tane bakın. Ha, biraz diri oynuyor. Diri oynayın biraz. Arkada bir tane bina var, onu gösterdim. Çok maraqlı bir binadır. Ev binası deyirlər. Hamısı var, görürsünüz, kafe shoplardır. Görürsünüz. Hamısı kafe shoplardır. Baba, bütün bina. Baba, hamısında kafelerdir. Görürsünüz, hamısı kafelerdir. Görürsünüz. Bütün bina bu. Böyle. Hele burada da videonu yeşillaştım. Çok uzatmayaq. Ondan sonra video kifayət qədər uzandı. Belə. Yeni şəhərlərdə, yeni ölkələrdə yeni videoda görüşmək ümidi ilə. Sağ olun.